Əziz izləyicilər, əvvəlki yayımdan sonra Rusiyada yaşayan bir çox həmyerlilərimizin bizə müraciəti oldu. Uzun müddət Rusiya Federasiyasının Norilsk şəhərində qardaşları və qohumları ilə birlikdə yaşayan Nəsirov Ağagül Xudoğlu pul qazanmağın əyri yollarının mahir bilicisidir. Qardaşlar hal-hazırda Rusiyanın hər yerinə səpələnmişlər. Bu mahir insan dayısı oğlu, həm də bacısının həyat yoldaşı Nəsirov Məzahir Şüküroğlu ilə işbirliyi ustalıqla yaratmışdır. Nəsirov Məzahir Şüküroğlu uzun müddət Norilsk şəhər daxili işlər orqanlarında yüksək postda işləyib. Ağagül müəllim Nəsirov Məzahirlə birləşib, şəhərdə sahibkarlıqla məşğul olan Azərbaycanlıları sərləyərək yüksək məbləğdə pul alırmış. Dediklərinə görə dəstəsində erməni də varmış. Bu sahədə şəhərdə çox kriminal vəziyyət yaradır. Bu hal digər sahələrdə çalışan imkanlı Azərbaycanlılara da sirayət edir. Vəziyyətin acınacaqlı olduğunu görən Masallı rayon Dəmbəliv kənd sakini, uzun müddət Norilsk şəhərində yaşayan, xeyirxah və xeyriyyəçi əməlləri ilə tanınan Əkbərov Bəybala Əmiroğlu işə qarışır. Bu yeznə qayna əməllərindən çəkinməsini tövsiyə edir. Ancaq qohumlar çirkin əməllərdən əl çəkmirlər. Yüngül qazancın şirinliyi canlarına yatmışdı. Əkbərov Bəybala məcbur olub şəhər hüquq mühafizə orqanlarına müraciət edir. Günahları sübuta yetirilən Nəsirov Ağagül Xudoğlu həbs olunur. Nəsirov Məzahir isə yaşadığı vilayətin Ucqar kəndinə sahə müvəkkili göndərirlər. Ancaq Məzahirdən zərər çəkənlər əl çəkməyərək haqlarını tələb edirlər. Düşdüyü vəziyyətə dözməyib, müxtəlif xəstəliklər tapan bu insan ürək çatışmamazlığından dünyasını dəyişir. Ağagül bəlasından qurtaran Azərbaycanlılar gözəl insan Bəybalanın ruhuna dualar oxuyurlar. Həbsdən çıxandan sonra Ağagül müəllim Norilsk şəhərindəki müəyyən obyektlərini satıb Azərbaycana qayıdır. Bir neçə ticarət obyektləri hələ də ona gəlir gətirir. Rusiyada Ağagül, Məzahir zülmünü çəkənlərin verdiyi məlumata görə Rusiyada siqaret mafiyası ilə şəriklik edən Ağagül müəllim təəccüblüdür ki, nəyə görə azad gəzir? Son məlumatlara görə Ağagül müəllimin qardaşı aksiz siqaret kontrabanda əməliyyatında yaxalanıb. Bu dəstənin bir üzvü olan Ağagül müəllim Rusiya hüquq mühafizə orqanlarından gizlənir. Biz bu yayımı sizin nəzərinizə çatdırmaqda keçmiş zərər çəkənlər xahişilədir ki, bundan sonra sahibkarlıqla məşğul olanlar heç vaxt Ağagül cinayətlərinin qurbanı olmasınlar.